Musiqi sevərlər üçün Yaşıl Teatrda coşqulu anlar yaşanıb. Ötən həftə müğənni Rəvan Qarayev solo konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxıb. İnsan hansı adı daşıyırsa, onun adının da mənası həyatına yansıyır. Rəvan çox gözəl insan olduğuna görə həyatda da işləri hər zaman rəvan geçsin. Təbrik edirik bir daha səni bu solo konsertin münasibətilə. Sənin eşqinə məhtac olan mən, mənəm sənsiz ölən insan. Niyə gəlmir görəsən yanıma, ağlıma hər gün gələn insan. Əvvəla çox sağ olun ki, gəlib işıqlandırırsınız. Bilirsiniz ki, Aribi kanalı bizim doğma kanaldır, həqqi mənada. Adam var ya, qorxur demir. Deyir, birdən obursuna mənə qoymazlar. Amma mən ürəklə deyə bilərəm ki, siz dediyiniz kimi, Rəvan həm mənim dostumdur, həm oğlumdur, həm qardaşımdır, həm də ki, tərəf müqabiliyik, həm də ki, tələbəmdir. Yolunu gözlədim, nə varsa gələrsən, mənlə keçən günün qədrini bilərsən. Yolunu gözlədim, nə varsa gələrsən, mənlə keçən günün qədrini bilərsən. Tam anşlaqla keçən gecədə müğənninin atası tanınmış sənətçi Elşad Qarayev də zalda yer alıb və mikrofona özünün planlaşdırılan vida konserti haqqında özəl müsahibə verib. 57 ildir mən bu sənətdəyəm. Mən özümə söz vermişdim ki, birinci Rəvanın konserti olacaq. Sonra da mən bir vida konserti eləyəcəm inşallah. Bəli. Sevindirəm, həqqi mənada. Hər bir ata, hər bir valideynin arzusu bizim camiyə olmasın, başqa bir camiyədə olsun, öz evladının xoşluğunu görməkdir. Mən də bu günü gördüm. Həyatımın acıydı, qara gözlü cavanı, eşq məhəbbət acıydı, qara gözlü cavanı. Həyatımın acıydı, qara gözlü cavanı, eşq məhəbbət acıydı, qara gözlü cavanı. Ürək kimi döyülərdi, nə bir Müğənninin solo konserti tam anşlaqla baş tutdu. Biletləri günlər öncədən tükənən gecədə zalda boş yer tapmaq qeyri-mümkün idi. Rəvanın bugün ilk solo konsertidir. Yaşıl Teatrda. Handa-manda sənət adamları çox arzulayırlar ki, yay mövsümündə Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış etsinlər və bugün də Rəvanın sayəsində Yaşıl Teatr tamaşaçılara qucaq açır. Gözəl ifalar, mahnılar, tamaşaçılara nə lazımdır? O xoş abu-havanı yaşamış olsunlar. Mən də əminəm ki, bugünkü konsertin də rejissoru Elməddin Dadaşov başda olmaqla Rövşənə də təşəkkürümüzü bildiririk. Fikirləşdik, konsertin konsepsiyasını elə təyin etdik ki, Rəvan bəyin oxuduğu hər bir mahnı bir tarixçədir, bir hekayədir. O yüzden elə etdik ki, peşəkar rəqqaslarımızın təqdimatında xoreografiyanın dili ilə, rəqsin dili ilə Rəvan bəyin repertuarına bir baxış edəcəyik. Böyük sevgilərlə məhz bu günləri onun doğum günündə məktub yazıram deyərək bütün tamaşaçıları sevindirəcəyik. Hər an yağacaq bulut kimi, indi yanımıza, indi tənhaya, qayalar yıkacaq tufan kimi. Gözümüzdə umut, səndə sənin, hər an yağacaq bulut kimi. 20 neçə ildir sənətdəyəm və mənim kifayət qədər mahnılarım var ki, həqiqətən çox sevilir.
deyərəm ki, dillər əzbəridir. Ona görə də birbaşa Yaşıl Teatrdan başladım. Əslində risk etdim. Düşünürəm ki, çox gözəl də alındı. Kimler belinden çekti Ömür boyu seni sevdi Dünya belinden ömrümden Neyse seni 2 gün bundan öncə bütün biletlərimiz satılmışdı. İndi bayaq baxıram səhnəyə, biraz narahatam. Deyirəm ki, nə oldu? Bu hamısı satılıb, dolmur belə. Dedilər ki, biraz tıxaclar var. Ona görə də konsertimiz də bir neçə dəqiqə gecikir. Amma gecə olsun, əla olsun. Ya geldi Gel gider gezmeye Ya geldi Denizlerde üzmeye Ya geldi Gel gider gezmeye Ya geldi Denizlerde üzmeye Yay geldi denizde yavaş yavaş Repertuarındakı sevilən hitləri tamaşaçılarla birgə səsləndirən sənətçi canlı ifası və səhnə enerjisi ilə izləyicilərə əsl musiqi ziyafəti yaşatdı. Sen müşrikün yanında Al biletsene buradan İstesen dur canımı Al biletsene buradan Sen müşrikün yanında Al biletsene buradan İstesen dur canımı Al biletsene buradan Yüksək əhval-ruhiyyə ilə yadda qalan konsert proqramı tamaşaçıların uzun sürən alqışları fonunda yekunlaşdı. Rəvan ad günü həm də konsert vaxtına təsadüf eləmək çox qəşəng bir fikir oldu əslində. Məncə ən unuda bilməyəcəyi bir ad günü olacaq. Happy birthday Rəvan. Təbriklər.